Bugün Milanda Chinatown, Kitay şəhərciyi adlanan küçəyə getdik. İtaliyaya gələndən demək olar ki, heç yerdə pişik görmədiyimiz üçün artıq bir kafe tapdıq, hansında ki, pişikləri sığallaya bilirsiniz. Buradan artıq pəncərədən görmək olur pişikləri. İçəriyə girəndə bizə bakil falan verdilər və 45 dəqiqə qala bilirdik ancaq kafedə. Çiftdən də elədik kartımızın. İlk stipendiya pulu xərclədim. Gedək. Thank you. Ay Allah. Xoşuna gələn yeri tapdım deyəsən. Bayaqdan xoşuna gəlmir. Əlbəttə ki, özümüzə bubble tea'lər sifariş verdik və bundan sonra yenə pişiklərlə oynamağa başladıq. Bu qara pişik bütün günü yatmışdı, sonra oyandı. Ondan sonra belə bir ağ pişik, o da yatırdı. Bunlar niyəsə hamısı bütün günü yatırdılar. Bu pişik ümumiyyətlə tərpənmək istəmirdi. Biraz oynadım, elədim, amma yenə də heç bir şey. Baxın, yəni necə rahatdılar, stolların üstündə falan rahat gəzdilər, amma yəni tərtəmizdilər. Kafedən sonra getdik dükanlara. Ürəyimiz nə istəyir var burada. Aşağıda da var. Girəyə baxaq. Böyle bir səbət yığdıq. Zəhra özünə nə qədər hazır yeməklər götürdü. Çox xoşbəxtdir. Axşam da kampusda ad günü partisinə getdik.